Vaxtın xeyir olsun, dəyərli müştərilərim. Sulutəpə qəsəbəsində 217 nömrəli məktəbə yaxın bir 2 mərtəbəli evin çəkilişinə gəlmişik. Bir dənə baxın. Həyətə baxacaqsınız, indi 2 maşın daxil ola bilir, rahat. Yəni kürsülü evdir deyə baxar bir dənə. Zəhmət olmasa. Burada mətbəx yay üçün mətbəxli var. Burada bir sanuzeli var. Sonra gəlin bu aşağı mərtəbəyə keçək. Orada 4 otaq burada var. 4 otaq burada var. Alt mərtəbədən söhbət gedir hələ ki. İlk qonaq otağına gəldik. Sonra 3 dənə yataq otağıdır burada. Bir dənə baxarsınız, çəkəsiniz. 3 dənə yataq otağıdır. Əlavə yenə də bir yataq otağı burada var. Bu ikinci yataq otağıdır. Hər otağında pəncərəsi var, çöl açılma pəncərəsi var, işıqlandırılması var. Sonra bir yataq otağı da buradadır. Bir yataq otağı da buradadır. Bir dənə orada çəkin. Görünən əşyalarında demək olar ki, çoxu qalır. Görünən əşyaların çoxu qalır. Baxın bir dənə zəhmət olmasa. Bəs gözəl bir mənzərə, bir gözəl bir... Bu böyük bir evdir abi. Gəlin. Qalxaq indi ikinci mərtəbəyə. Evdə bu yaxınlarda bir toy olub. Yəni sizlərə də qismət olsun. Baxın. Gəlin qalxaq indi ikinci mərtəbəyə. Baxın. Belə bir eyvanı var. Evdə hər bir şey var, hər bir şərait var. Kombisindən istipeçinə qədər hər bir şeyi var. Göstərəcəm hamısını sizə. İlk giriş kimi, kaldora keçən kimi birinci mətbəxdir burada. Mətbəxdir. Dediyim kimi istilik kombidir. Və yenə də kaldorda birbaşa sanuzeldir. Görünən gözəldir, tərtəmiz. Və keçirib burada qonaq otağına. Baxın. Çox böyük bir qonaq otağı var. Zəhmət olmasa 2 tərəfli götürün. İstilik kombi olmaqla əlavə, hələ burada elə ki, əlavə olaraq İran peçi deyilən bir peç də qoyublar ki, əlavə istilik lazım olsa, onu istifadə eləsinlər. Ya 2 dənə yataq otağı da buradadır. Biri burada. Onu da deyim ki, 7 otaqdan ibarətdir. Yəni 2 mərtəbə, 7 otaq, 2 sanuzel. Bu da ikinci yataq otağı. Baxın, görünən gözəldir. Çox əşyalar, çox səlqəli, məktəbə yaxın, hər bir şəraiti olan, bu gözəllikdə evi almamaq nə deməkdir, onu siz bilərsiniz. İnşallah sizlərə qismət olsun. Kimin arzusunda varsa belə bir ev qismət olsun. Qiyməti də çox münasib deyil. Hal-hazırda 115-ə deyil, amma gəlsəz yəqin ki, razılaşa bilərsiniz. Bu qədər xeyrisi Allahdan. Amin inşallah.